Bismillahirrahmanirrahim. Esselamu aleykum və rəhmətullahi teala və barakatuh. Əziz və dəyərli izləyicilər, bugün podkastımızın 6-cı seriyası davam edir. Sizdən gələn sualları şeyximizdən çalışırıq cavablandıraq. Buyurun şeyxinə. Biz də əziz dinləyicilərimizi, əziz mömin bacı və qardaşlarımızı salamlayırıq. Allah hər birinin imanını kamil eləsin. Sual eləyirlər ki, itaət və ibadətin fərqi nədir? Bu barədə zəhmət olmasa təfsilli bir cavab verərdiniz. İtaət ibadətdən daha geniş anlamdadır. İtaət yəni Allahdan və Peyğəmbərdən gələn əmrlərə tabe olmaq. Həmən əmrlər ibadi əmrlər də ola bilər, qeyri-ibadi əmrlər də ola bilər. İbadi əmrlər o demək, yəni ibadətlə bağlıdır. Tutaq ki, məsələn, fərzən belə deyək. Deyək ki, Allah bir dəfə əmr eləyir namaz qıl, bir dəfə də əmr eləyir arvad uşağının yeməyin ver. Namaz qılmaq ibadi əmrdir. Amma arvad uşağına yemək ver, onların məsələn pal-paltarın təmin elə, nə bilim, lazım olan ehtiyaclarını qarşıla. Bu da əmrdir. Bu isə ibadət deyil. Bu təvəssüli əmrdir. Ona görə də itaət həm təəbbüdi əmrlərə şamildir, həm təvəssüli sadına. Təvəssül sadından, yəni ibadət olmayan əmrlər. İbadət isə ona deyirlər ki, qürbətən ilə Allahla olmalıdır. Namaz kimi, oruc kimi, xums kimi, zəkat kimi, qusul, dəstəmaz, bu cür şeylər. Hansı ki, əgər qürbətən ilə Allah qəsdi olmasa, o əməl batil olur. Amma o əmrlər ki, şariədən sadir olub, amma qürbətən ilə Allah şərt deyil orada hətta Allah üçün olmasa da o iş düz sayılacaq. Mühüm odur ki, o iş görülsün. Deməli, onda ibadətdə həm işin görülməyi tələb olunur, həm də Allah üçün görülməyi tələb olunur. Qeyri-ibadi əmrlərdə isə işin görülməyi tələb olunur. Lazım deyil ki, Allah üçün olsun. Məsələn, bir nəfərin paltarına nəcis düşübdür, namazın vaxtıdır. Vacibdir ki, yəni itaət eləsin və o paltarı yusun. Amma birdən paltarını Allah üçün yumadı, özünü göstərmək üçün riyakarlıcasını yudu, yenə də namazı düzdür. Mühüm odur ki, orada qan qalmasın, orada qan təmizlənmiş olsun. Bəli, əgər insan bütün əmrləri Allaha xatir yerinə yetirirsə, əlavə savabı vardır. Amma ibadi əmrləri Allahdan başqası üzü görürsə, onda batil olar, günah eləmiş olar. Xülasə, itaət daha geniş anlam daşıyır. İçində ibadət də var, ibadət olmayan əmrlər də vardır. İbadət əmrləri qürbətən ilə Allahın olanlar şərtlənib ki, qürbətən ilə Allah olsun. Qeyri-ibadi əmrlər ki, təvəssüliyyət deyirlər. Necə olur olsun, mühüm odur ki, o iş icra olunsun. Sual verən bu sualda izafə eləyib ki, bəs biz istiğasə və təvəssül mövzularında bizə sual edirlər ki, istiğasə və təvəssül mövzuları ibadətdən ya itaətlə? Təbii ki, təvəssül və istiğasə ibadət ola bilməz. Təvəssüliyyatdandır. Amma əgər Allah üçün olarsa, bayaq da qeyd edilir. Məsələn, deyək, qonşunu yoxlamaq, ya məsələn, deyək, qohum-əqrabanı yoxlamaq vacibdir. Amma birdən Allah üçün getmək, qoy desinlər ki, qohum-əqrabasını yoxlayır. Yenə də vacib boyundan düşəcək. Eləcə də təvəssül, yəni sinlə Allaha yaxınlaşmaq üçün ki, ortamıza vasitə qərar verir. Allah üçün olarsa nə gözəl. Amma əgər Allaha xatir olmasa da belə, yenə də həmən əməl düz sayılacaq. Məsələn, deyək ki, bir nəfər deyir ki, bir dənə məsələn, deyək, maşınım olsaydı, minərdim küçədə, o ənə sürərdim, bu ənə sürərdim, verərdim siqnal, məsələn, cəmaatın zəhləsini töküm. Elədir. Durur gedir, məsələn, imam qapısına deyir ki, ya imam, Allahdan istə ki, o maşını mənə versin də. Bu deyəməli, bunun təvəssülü batildir. Pis şey istəyir, Allah xoş gəlməyən bir şey istəyir. Amma gəlin təvəssülü səhihdir. Demək, onda təvəssül hökmən deyil ki, Allah üçün olsun. Çünki Allahın xoşu gəlməyən bir şey üçün təvəssül eləyə bilər. Təvəssül yəni Allahın öz ortamında vasitə qərar vermək. Allah üçün olsa, Allahın bəyəndiyi şeylər üçün olsa nə gözəl. Olmasa da yenə də təvəssüllər xələl gətirməz. Aydındır. Növbəti sual bundan ibarətdir ki, iki cür sual veriblər eyni mövzuda. Budur ki, meyyit qəbrə qoyulduğu zaman əgər bir şəxsin evladı dünyadan gedərsə, bir şəxsin evladı ölərsə, belə desək, onu qəbrə qoyulduğu zaman nəyə görə atanın ora daxil olması kərahətlidir? Var bəzi rivayətlərdə ki, imam nəhy eləyir ki, ata övladın dəfn eləməsin. Çünki qəlbinə bəzi şeylər gələr, Allaha, məsələn deyək, mümkün həmən yerdə içindən bir Allaha qarşı bir narazılıq keçər, ya bir şey olar ki, əcri zayi olar. Çünki Vəsail-i Şiədə meyit, məsələn deyək, məsələlərin əvvəllərində çox gözəl hədislər vardı bu barədə, ehtizardan qabaq, yəni xəstəliklə bağlı, xəstəlik zamanında. Həmən o hədislərin içində bir bölüm hədislər vardı ki, əgər bir insanın, belə deyək də, bir atanın oğlu əgərsə, özündən qabaq ölərsə, onun ağır acısını çəkərsə, neçə dənə, məsələn deyək, cihad eləməyin savabını verir Allah. Bir ata əgərsə öz oğlunun ölümünü görərsə və ona səbr eləyərsə, Allaha
narazı qalacaq bir sözlər deməzsə, Allahla cilayə eləməzsə, həm sən ailəsə ilahi vermişdin aldı bu cür şükramiz dillə danışarsa, neçə dənə cihad eləməyin əcri vardı həmin ata üçün. İndi birdən məsələn deyə gəldi o qəbrə qoyan yerdəki axırıncı ayrılan yeridir. Mümkün qəlbindən bir şey keçər, əcrin zayilir. Ona görə İmam Əleyhisselam buyurur ki, yaxşıdır ki, haram deyil, yaxşıdır ki, ata öz oğlunun qəbrə qoymasın və eləcə də digər yaxınlardakı məsələn deyək, torpaq tökmək yaxşıdır. İnsan öz çox yaxın şəxsin üstünə torpaq tökmək yaxşı deyil. Qoy kənarlar torpağı töksün. Mümkün insan qəlbinin içindən bir şeylər keçər ki, Allaha qarşı biraz cilayə kimi görsən. Sualında izafəsi bu idi şeyx. Bəs əgər qadın rəhmətə getsə, bu rəhmətə getdi də, nəyə görə yalnız məhrəm daxil ola bilər qəbrə? Yox, yalnız deyil. Yaxşı olar ki, yəni övlad budur ki, əri ya məsələn niyə qardaşı, nə bilim deyək, dayısı, əmisi, yəni yaxınlarından biri qoysun. Amma əgər naməhrəm qəbrə qoysa, deyirlər kərahəti vardı. Haram deyil, yəni əri, qardaşı qala-qala da bir naməhrəm kişi bunu qəbrə qoysa, düzdür, heç problemi yoxdur. Sadəcə elədir ki, xoşa gəlməz bir əməl eləyir, amma orada heç bir işgal yoxdur, günahsız deyil. Növbəti sualımız Quranla bağlıdır. Sual verən buyurur ki, İnnə xələqnə ayələri var Quranda. Zəhmət olmasa bunu qeyd eləyə bilərsinizmi? Bizdən qəsd, innədə, nəhnu vardı. Burada bizdən qəsd kimlərdir? Zəhmət olmasa bunu açıqlayarız. Ümumən Quran-ı Kərimdə Allah Taala biz deyəndə iki cür başa düşmək olar. Bir dəfə biz təzim üçündür. Yəni yalnız özündən danışır. Amma təzim üçün, yəni məsələni şişirdilmiş formada, gözəl formada, böyük formada ifadə eləmək üçün biz deyir. Bir dəfə də biz deyəndə məqsədi mən, mələklərin və peyğəmbərlərin məqsədi budur. Məsələn belə deyək ki, Quran buyurur: "Və nahnu aqrabu ilayhi min hablil varid." Biz ona şah damarından da yaxınıq. Burada biz deyəndə məqsədi özüdür da. Yəni mələklərlə danışmır, peyğəmbərlə danışmır. Sadəcə təzim üçün özün biz İşte əzəmətli göstərsin məsələni. Bir dəfə deyək, inna xələqna. Çünki Allahın xilqət işini tək icra eləmir ki. Bəli, əsl əmr Allahdandır. Orada mələklərin də rolu var, ata-ananın da rolu var, nəyin də rolu var. Yəni mən və mənim əmrim altında olan o sistem, hamısı olur biz. Biz xəlq etdik. Çünki Allah Taala, ta ki misal deyək, düzdür, hər birimizi atasız, anasız, nə bilim, təbii qanunlar olmamış xəlq eləyə bilərdi. Allahın qüdrətinə zərrə qədər də acizlik yoxdur. Amma Allah bu cür iradə elədi ki, hər birimizi yaranmaq üçün yüzlərlə səbəblər olsun, ondan sonra vücuda gələk. O səbəblər ki vardı Allahın əmri çərçivəsində, onlar hamısını müqayidə biz belə elədik, biz bu cür iradə elədik. Bəs Əhl-i Beyt əleyhimussalamın bu məsələyə, biz məsələsinin tədaxülü varmı? Çox təəssüflər olsun ki, son dövrdə dönə-dönə istər şəxsi suallar gəlir WhatsApp-a, Telegram-a, mənə ya elə belə qabaq-qabaq oturanda da qardaşlarla söz deyirik. Son dönəmdə bir dəstə istər ərəbindən olsun ya qeyri-ərəbindən olsun şiələr yavaş-yavaş təzədənğulatlığa meyl edirlər ki, Əhl-i Beyt əleyhissalam qatı şəkildə bundan mübarizə aparıb öz dövrlərində. Necə ki nasibilərə qarşı amansız idi Əhl-i Beyt əleyhissalam, eləcə dəğulatlara bəlkə biraz da amansız idi. Yəni onlar ki Allahın sifətlərini Əhl-i Beyt əleyhissalama nisbət verirdilər. Əli xəlq elədi, Əli rəzzaqdır, Əli nə bilim filan şeydir, Əli əleyhissalam bunları yandırırdı. Mən Allah deyirəm, mən Allahın bəndəsiyəm. Yəni çox amansız formada Əhl-i Beyt əleyhissalamğulatlara qarşı amansız bir cəbhə qurmuşdular ki, heç kəsə ixtiyar verilmir ki, hətta imama belə gətirəsən onu Allahın məqamına qaldırasan. Ona görə də heç şübhəsiz ki, Allah Taala Əhl-i Beyt əleyhissalamı sevib, seçib, heç kəsə vermədiyi məqamları ona verib. Allahın izni ilə ölü də dirildərlər, uşağı da bəxş eləyə bilərlər. Bunlar eləyə bilərlər və bəzi yerlərdə eləyirlər. Bir şeydir. Bir də deyir Allah Taala ruzi işin, xəlq işin Əhl-i Beytə tapşırıb. Buna təfvid deyirlər ki, rivayətlərimizdə təfvid əqidəsi bu mənasında, təfvizin bir neçə mənası var. Təfvizin bu mənası ilə ki, Allah Taala Əhl-i Beyt əleyhissalamın öhdəsinə buraxıb bu şeyləri qəti şəkildə Əhl-i Beyt əleyhissalamına qarşı çıxır və bunu bidət bilibdir və bunu haram şey bilir və özlərində tənzih eləyiblər ki, biz bu məqamda deyilik. Ona görə deyənmər ki, Allah Taala yaradılışı ya ruzini Əhl-i Beytin öhdəsinə buraxıb. Yox. Onların nuruna xatir, onlara xatir bəndələrə ruzi verir. Amma Allah çəkilsin bir tərəfə Əhl-i Beytin ruzi versin, bu batil sözdür və Əhl-i Beyt əleyhissalam bundan mübarizə aparıbdır. Yəni qabiliyyət məsələsi başqadır. Qabiliyyət başqadır, Allahın onlara verdiyi məqam başqadır. Bir də ki, feilən Allah çəkilib, yəni bunlar idarə edirlər, bu batil sözdür. Bəli. Növbəti sualımız qəbir barəsindədir. Sual verirlər ki, bizim yaşadığımız dövlətimizdə, vətənimizdə adətən meyidi qəbrə qoyurlar öz üsulu ilə də. Bizim də dövlətimizdə deyir,
qəbirlərdədir, öncədən otaq tikirlər. Məsələn, belə deyək də bir otaq tikirlər, otağa da bir qapı qoyurlar. Sonra meyit rəhmətə getdikdə o otağın içinə yerləşdirirlər. Yəni elə bil ki, çox böyük bir otaq olur da, yəni torpağın altında. Sonra o meyitin otağına bir dənə qapı qoyurlar, qapıyı kilitləyirlər, sonra qapının elə bil ki, üstünü torpaqdan bağlayırlar və salam. Bu iş deyirlər, caizdirmi yoxsa mübaşirətən gərək torpaqdan bir yerdə olsun, torpaq qarışsın? Bəli. Əvvəl bunu qeyd edeyim ki, meyidin dəfnində 2 dənə vacib məsələ vardı. Bir budur ki, torpağın altına bastırılsın. Bu bir. İkincisi, onun dərinliyi elə bir formada, möhkəmli elə bir formada olsun ki, iyi çölə çıxmasın və yırtıcı heyvanlar o insanın bədənini oradan çıxardıb parçalamasınlar. Deməli, onda 2 şərt. Torpağın altında olsun, üstündə olmasın. Yəni, əgər bir nəfər torpağın üstündə qalın dəmirlərdən, betonlardan bir şey tökdüyü ki, 1000 dəfə də qəbirdən möhkəmdir. Yenə qəbir sayılmayacaq və haramdır. Bu cür bastırmaq olmaz. Yəni, torpağın altında olsun. İndi torpağın altında olandan sonra ki, yəni yerin səviyyəsindən aşağıdadır, yerin içindədir. Vacib miqdarında mümkün o kifayət eləyir. Şimdi necə ki, burada sirdabələr deyirlər, Vadüs-Səlamı gələnlər bəlkə görüblər. Məsələn, pilləkənlərlə düşürsən yerin altında, divarın içində, məsələn, deyir, oyuqlar düzəldirlər. Meyidi salır ora, ağzını məsələn deyir, bağladı, qalır yerin altındadır. Bu şey caizdir, amma müstəhəb deyil. Caizdir. Yerin altında otaqlar düzəldir, deşiklər düzəldibdir, meyidi daşı itələdi, saldı ora, ağzını deyə kərpiclə ya daşla bağladı, sementinlə, qumla, nə bilim, ya şilə ilə, məsələn deyir, suvaqla suvadı, qaldı yerin altında. Caizdir, amma şəriətdə müstəhəb 2 şeydir. 2 cür daha müstəhəbdir. Sirdab o qədər müstəhəb bəyənilmir. Müstəhəb olan deyəcəyimdir ki, biri bizim Azərbaycanda qazdığımız qəbirlərdir ki, qəbri qazırıq, sonra ortasından bir dənə təzədən bir ləhd deyilən şeydir, ortasını qazırıq, ya bu cür və yaxud da ki, qazılsın yerə, divarda oyuq olursun ki, ərəblər o cür eləyir, məsələn, əksər qəbirlər burada Vadüs-Səlamda görürsünüz, qazırlar yerə, sonra divarda oyuq düzəldir. Meyidi ötürür elə bil divarda bir şkaf kimi həmən şkafa, sonra ağzını tökür, sonra bu tərəfini torpağa tökür. Yenə də bizim kimi hamısı yerin altında qalacaq. Otaq deyil, sadəcə divara ötürür. Ona görə də, əgər deyirlər ki, boş torpaq deyilsə, möhkəm torpaqsa, qumlu deyilsə, onda ortası qazılsa daha yaxşıdır. Yox, boş torpaqsa o divara ötürüb bu tərəfinə torpaq tökmək bilməm, təsəvvür edə bilirsiniz. Yox, elə bir ki, ortanı qazdı belə, divarda bir şkaf kimi yer düzəldir, meyidi qoyur ora, meyidin arxa tərəfini elə bir ki, sıvadı. Ondan sonra bu tərəfi boş qalır, bu tərəfi tamam torpaqla tökür, qaldı yenə torpağın o tərəfində elə bir ki, xülasə, ləhdün ki, 2 forması gəlib risalələrdə bu müstəhəbdir. Sirdabəd o cür otaq kimi düzəldib yerin altına o cür bastırmaq caizdir, amma yaxşı şey deyil. Aydındır. Növbəti sual Quran ayəsidir. Ələ innə əvliya Allahi la xawfun aleyhim və lahum yəhzənun. Bu ayədə sual eləyirlər ki, övliyalar kimlərdir? Kimlərə övliya deyirik və onların adı insanlardan nə fərqi var? Mən Allahın vəliləri dəstə-dəstədirlər. Yəni bir məntiqi dillə desək, məfahim müşəkkikədəndir. Allahın dostları yəni dərəcə-dərəcədir. Ən yuxarıda təbii ki, Muhammed və Ali Muhammeddir ki, ən böyük dostlardır Allahın sallallahu aleyhi və aleyhi və səlləm. Ondan sonra deyir, digər peyğəmbərlər, digər imamlar, digər vəsilər nə bilir. Onlar ki, məsum məqam qutardı. Sonra gəlir insanlar da dəstə-dəstədir. Acı bir dənə 2 nəfəri müqayisə eləyək. Səlman da Əbu Zərdə Ridvanullahi əleyhimə peyğəmbərin və əleyhissalamın ən yaxınlarıdırlar. Səlman bir məqam, Əvliyaullah da bir məqama çatmışdı. Əbu Zər çata bilmədi ona. Hansı ki, adi ovliyalara, ariflərə, nəmlə nisbət Əbu Zər çox yuxarıdaydı. Allahın ən böyük vəlilərindəndir. Amma Əbu Zər belə Salmana çatdığı məqama çata bilmədi. Deməli, onda o dərəcə-dərəcədir. Allahın ən övliyası deyəndə, yəni Allaha qul olmaq, Allaha düzgün bəndəlik, yəni Allahın əmrlərinə daha yaxşı itaat eləmək, vacibləri yerinə yetirir, haramdan çəkinir, müstəhəbləri yerinə yetirir, məkruhlardan çəkinir. Baxır, bu dərəcə-dərəcə dediyim kimi. Xülasə, Allahın vəlisi ki, o ayədə keçir, Allahın vəli, ovliyası üçün qorxu yoxdur. Yəni, o insanlar ki, Allaha həqiqi iman gətiriblər, biliblər ki, Allahın qüdrəti bütün qüdrətlərin fövqündədir və buna etiqad bəsləyəndən sonra Allahın əmrlərini icra eləyib, vacibini yerinə yetirib, haramdan qaçıb, onda düşməndən ya hər hansı çıxılmaz vəziyyətdə niyə qorxsun ki?
Ya Allah mən üçün təqdir eləyibdi ki, əgər etiqadım düzdürsə, yerindədirsə, Allah mən üçün təqdir eləyib, məsələn, burada öləcəm, hamı ölür, mən də öləcəm. Və yaxud təqdir edib ki, məni xilas edəcək, Allah məni xilas eləmək istəsə, heç kəs onun qabağını ala bilməyəcək. Əgər insan məsələyə bu cür yanaşır, onda artıq qorxu gedir insanın qəlbindən. Həqiqi övliya, yəni Allahın dostları ki, onun vaciblərini yerinə yetiriblər, haramlardan çəkinirlər. Bu da öz aralarında dərəcədir ki, yüzlərlə, minlərlə dərəcəsi ola bilər. Aydındır. Növbəti sual alimlər barəsindədir. Şeyxuna burada buyurur ki, birinci sual belədir ki, əgər alim bir bidət etsə, ona bidətçi deyə bilərikmi? Və yaxud da küfür etsə, ona kafir deyə bilərikmi? Və yaxud da şirk etsə, ona müşrik deyə bilərikmi? Bunlar indi nəyə görə soruşurlar? Məsələn, bəzi alimlərin kitablarında müxtəlif hədislər nəql edirlər və o hədislərə görə bunlar istəyirlər tətbiq eləsinlər. Məsələn, bir alim qalxır deyir ki, nə qədər şiə alimlər var ki, onların əqidələri Quranın təhrif olması barəsindədir. Və sualında davam bu cür nədir ki, əgər fərz eləyək ki, əslində sual bu sualdan doğulur ki, bir alim Quranın təhrif olmasına əqidəsi varsa, biz bu alimə xəta etdi deyə bilərikmi? Təbii ki, Quranın təhrif olunmağı çox geniş bir bəhsdir ki, 1400 ildə həll olmadı. Mən 5 dəqiqə bunu həll eləyə bilməyəcəm və o olmaz da şey deyil. O alimlər ki, Quranın təhrifinə etiqad ediblər, onlar belə deyək, yəni çox da kiçik alimlər də elə deyək ki, başa düşməyib. Onlar başa düşüblər və qəşəng də başa düşüblər. Əli ibn İbrahim Qummi təfsir sahibidir, Şeyx Kuleynin müəllimidir, öz zamanəsinin böyük alimi, nəhəng bir insanıdır. Sadəcə onların zehnində bu cür olubdur ki, Allahın dediyi təhrif olunmamış Quran məsumun yanındadır. Onlar bu cür baxırlar məsələyə. Deyir, Allah ki, Quranda biz bu Quranı nazil etdik və onu qoruyacağıq. Söhbət məsumun yanındakı Qurandan, tutaq ki, Əleyhisselam yazdığı, topladığı Qurandan gedir ki, o təhrif olunmayıb. Amma bu Quran ki, müsəlmanların əlində də oxuyurlar, deyir ki, bunda mümkün təhrif olsun və rivayətlərdə həmləyir ona. Demək, onda onlar Quranın həqiqi Allah nazil etdiyi Quran təhrifinə qail deyirlər. Səhabələrin yazdığı ki, biz iddia olunur ki, bunlar səhabələrin yazdığı Qurandır. Demirəm, düz deyirlər, ha? Qətlən ki, yəni, əksər alimlərdən də bu söz batildir. Bu söz batil sözdür. Amma deyə bilmər, onlar müşrikdilər, bidət əhlilər nə edirlər? Onların da əlində öz etiqad elədiyi, özünün nəzərinə görə düzgün rivayətləri var ki, İmam Əleyhisselam əmr eləyir ki, məsələn deyək, Quran ayəsi bu cür oxunmalıdır, onlar bu cür oxudular. Aydın oldu. Xülasə, bir nəfər əgər Quranın təhrifinə qaildirsə, ona demək olmaz ki, bu bidət əhlidir. Bunun öz etiqadı vardı. Bəli, əgər desə ki, Allahın yerə nazil etdiyi Quran təhrif olunur, imamın da yanındakı, ondan kafir də olar, mümkün də olar, bidət əhli də olar, hər şey də olar. Amma onlar onu demirlər. Onlar deyirlər ki, Allahın nazil etdiyi Quran təhrif olunmur, o məsumun yanındadır. Bizim əlimizdə olan Quran təhrif olunub. Deyəndə ki, bəs necə təhrif olmuş ki, Əli Əleyhisselamdan sonra bütün imamlar da o Quranı oxuyurdular və əmr edir ki, hə, onlar cəmiyyətdə fitnə fəsad düşməsin deyibən, cəmiyyət qarışmasın, Allahın kitabı hörmətdən düşməsin deyibən, sanki məsumlar göz yumdular. Bu cür tocih eləyirlər. Qətən ki, əksər alimlərin nəzərində bu söz batil sözdür, amma onun etiqadı olub. Bu etiqadı mən nə deyirəm? Hər kəsin Allahın öz gəldiyi qənaətdir. Bir nəfər əgər Allahın öz arasında bir qənaətə gəlsə, heç onu etiqad eləsin. Düz, yaxşı, yaman işimiz yoxdur. Mənim nəzərimdə batil, necə mən düz demişəm. Ona görə də əksər alimlərimiz, 90% alimlərimiz Quranın təhrif olunmamanı, həmən bu Quran ki, qabağımızdadır, Allahın kitabıdır və heç nə təhrif olunmayıb, bu etiqaddadır. Bir 10% alim isə deyib ki, yox, Quran təhrif olunub, təhrif olunmayan imamın yanındakı Qurandır. Aydındır. Yəni, Quranın təhrif olmaması daha üstün tutulur əqidəmizdə. Bəli, təbii ki. Və o ki, bir sualın hissəsində ki, bir dəfə bidət elədi, onu bidət əhli demək olar, yox, mümkün, hamımız səhv eləyə bilərik. Bidət o deməkdir ki, bir insan bilir ki, şəriətdə bu cür deyil, başqa cürdür, şəriətdə olmayan şey şəriət kimi tətbiq eləyir. Tutaq ki, məsələn, deyək ki, bilirik, cümə günündə qüsul verməliyik. Sübh azandan axşam azanına qədər. Elə. İndi durur cümə gününün qüsulunu verə bilmədi. Durur məsələn fərzən deyək, səbt günündə qüsul verir. Buna bidət demək olar? Yox. Niyə? Çünki hədis var ki, əgər cümə günündə qüsul eləyə bilmədinizsə, imkan olmazsa 6-cı gün yəni. Cümə günü olsa, şənbə günü qüsul elə. Bu da durdu şənbə gününü qüsul elədi. Yenə bidət əhli olmadı. İndi birdən şənbə günü yaddan çıxdı. Durdu məsələn sonrakı gündə, yəni bazar günündə qüsul elə. Onda olacaq bidət. Niyə? Çünki buna deyilmişdi, cümə günü qüsul elə. Qüsul da ibadətdir. Əgər imkanı olmadı, eləyə bilmədinsə, onda şənbə günü qəzasını elə. Da deyilməmişdi ki, bazar günü durub onun qəzasını elə. Bilə-bilə ki, bu şey mənə deyilməyib, din kimi, şəriət kimi onu tətbiq eləyir. Onda olur bidət əhli.
Aydın oldu? Və yaxud məsələn fərzən belə deyək ki, həc məsələlərində. Həc məsələlərində çoxlu incəliklər vardır. Bilir ki, imam bu cür deyib. Daşı filan yerdən götür. Bilir bu şeydir. O yerdən götür, başqa yerdən götürür. Filan yerə at. Bilir bu şeyi. Götür onu ibadət kimi başqa cür tətbiq eləyir. Aydın oldu? Məsələn, müasir dövrdə indi hal-hazırda çox qabağımıza çıxan şeylər. Müştəhidlər bar-bar bağırırlar ki, o Vəhabilərin düzəltdiyi mətaflar ki vardı, təvaf edilən şeylər ki vardı, get-gedə qaldırırlar mərtəbəsini, 2-ci mərtəbə, 3-cü mərtəbə, oradan təvaf eləməyin. Elə olmalıdır ki, sən Kəbədən aşağıda qalasan, o yuxarı mərtəbəli artıq Kəbə qalıb altda, sən yuxarıdan fırlanırsan, o təvaf sayılmır. Əgər bir nəfər cəhalətdən bunu eləyibsə, təvafı batıl olacaq, amma özü bidət əhli olmayacaq. Bir nəfər də bilir ki, müştəhidlər bu cür fətva verirlər ki, oradan təvaf batildir. Bilə vecinə qoymadan eləyir. Həmən ibadəti bilə-bilə ki, batilli ibadətim, yenə ibadət qəsdən onu eləyir orada. Var cahildən, də var bilə-bilə. Onda olan mümkün bidət əhli. Aydındır. Şeyxlə müxaliflər iddia edirlər neçə vaxtdır ki, yəni bu əski bir şey deyil ki, kim desə ki, etiqad eləsə ki, Quran təhrif olunub, o kafirdir. Onların sözüdür. Bəli, indi sual eləyirlər ki, buna dəlil varmı? Bunlar hardan deyirlər ki, Quran təhrif olunub? Əgər bayaq dediyim kimi, əgər desək ki, həmən o əxbari alimlər, yəni bəzi üsulçulardan mümkündür olubsa da bu etiqadda Quran təhrifinə, əgər hətta imamın da yanındakı Quran təhrifinə etiqad, onda kafir olar. Niyə görə kafir olar? Çünki Quran-ı Kərim ayəsində buyurur ki, biz bu Quranı nazil edib və biz qoruyacağıq. Əgər bunu etiqad eləyirsə ki, qorumaya, bundan neyinir? Nəuzbillah, Allah ya Allahın ayəsini yalan sayır, ya da Allahı aciz sayır. O cəhətdən kafir olar. Ya Quran ayəsini inkar eləyir, ya da Allahı aciz görür. Hər ikisi insan küfrünə aparar. Amma dediyim kimi, onlar o etiqadda deyirlər. Onlar deyir ki, Quran təhrif olunmayıb. Bizim əlimizdəki təhrif. Quran ilə qalıb yerində və ayədə düzdür. Və sonuncu sualımız, Quran məxluqdurmu? Ya Allah kəlamıdırmı? Bizdə də fərqli rəylər var. Bu məsələ haqqında niyə? Tarixdə bir fitnə olub. Xəlqül Quran fitnəsi olub. Bəli, təxminən İmam Rıza Əleyhisselam ya İmam Hadi Əleyhisselam, yəni sonraki imamların dövründə də. Və imamlar da çalışıblar şiələrin bu fitnədən saxlasınlar. Hər nə qədər imamdan soruşurdular, nə qədər ki fitnə davam eləyirdi, sanki imamlar buyururlar ki, la təqulu xaliqun və la məxluq, qulu və kəlamullah. Nə deməm xaliq, nə deməm məxluqdur. Deyir ki, Allahın kəlamıdır. Amma elə ki, bu fitnələr başa çatandan sonra artıq, yəni imamlar istəmirdilər ki, o sünnilər ki, qırırdılar bir-birini, sünni dünyası bir-birini qırırdı. İmamlar istəyirdi ki, şiələrdən uzaq tutsunlar və tutdular da. Yəni imamların siyasəti, o düzgün siyasəti sayəsində, düzgün göstəriş sayəsində şiələr həmən fitnənin qurbanı olmadı. Çünki sünnilər bir-birini qırırdılar, əməlli başda qırırdılar. Yəni öldürürdülər, yaralayırdılar, onu kafir çıxardı, bunu zındıq deyirdi, hər bir problem. Həmən dövrdə şiələr, imamlar bir kənara çəkib saxlaya bilirlər. Bu fitnələr belə deyək də sakitləşəndən sonra bəzi rivayətlər ki, sadir olub, yəni bu cür bəlli oldu ki, Quran məxluqdur. Allahdan başqa xaliq ola bilməz. Quran da Allahın kəlamıdır. Sonradan baş vermiş bir şeydir, məxluqdur. Allahın məxluqlarından bir məxluqudur. Amma maraqlısı burasındadır ki, günümüzdə də hətta baxırıq ki, canlılarda bəzi müxaliflər bir-birləri ilə ağzına gələn deyirlər, bir-birləri ilə münazərələr eləyirlər ki, Quran biri deyir məxluq deyil. İndi onlar üçün, onlar bizim imamlara etiqad eləmir deyin, öz əllərində dəlilləri yoxdur deyin. Təbii ki, hər kəsin öz gəldiyi qənaəti danışacaq. Amma bizdə sərahətən Quran məxluqdur. Quran məxluqdur. Amma yenə də o rivayətlərə ehtiram, yəni insan niyə görə o söz desin ki, məxluqdur? Düzdür, məxluqdur, amma indiki imamın bəzi rivayətlərdə ki, ona məxluq demək, xaliq demək, Allahın kəlamıdır, Allahın kəlamıdır. Hər hansı bir nəhidə ki, şariədən sadir olubsa, hətta lap xüsusi bir mövriddə də sadir olub. Başqa vaxt onun ehtiramı gözləsə yenə də yaxşıdır. Yenə də yaxşı desin ki, xaliq məxluq demədən Allahın kəlamıdır. Amma məxluqluğu məxluqdur. Allahdan başqa heç bir şey xaliq deyil. Hətta Quran da olsa belə. Bu günlük bu qədər. Allah sizləri qorusun. İnşallah sizdən gələn suallarımızı çalışacağıq şeyxdən cavablandıraq. Əssəlamu aleykum və rəhmətullah.